Abşeronda 54 yaşlı kişi arvadını bıçaqlayıb. Zərbələrdən biri onun özünə də dəyib. Hadisə Xırdalan şəhərində qeydə alınıb. 54 yaşlı Tərlan İbrahimov mübahisə zamanı həyat yoldaşı 48 yaşlı Günəş İbrahimovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Hadisə zamanı istifadə olunan bıçaq kişinin özünə də dəyib. Nəticədə o həyatını itirib. İlkin məlumata görə hadisə ərlə arvad arasında yaranan mübahisə zəminində baş verib. Dəhşətli qətl hadisəsi Xırdalan şəhər Mehdi Hüseynzadə küçəsi, bina 26, mənzil 34-də qeydə alınıb. Belə ki, həmin mənzildə yaşayan ər və arvad aralarında mübahisə düşüb və nəticədə kişi əlində olan bıçaqla qadına bir neçə bıçaq zərbəsi vurarkən özünə də xəsarət yetirib və nəticədə kişi ilə aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qətl hadisəsi məhz bu mənzildə, yəni 34-cü mənzildə qeydə alınıb. Hadisə isə səhər saatlarında baş verdiyindən bu məsələdən qonşular xəbərsizdir. Qeyd edin ki, hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit isə ərazidən, yəni evdən götürülərək aidiyyəti üzrə təhvil verilib. Təbibin yaydığı məlumata görə bugün səhər saat 07:50 radələrində Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi ərazisindən çağırış daxil olub. Hadisə yerinə operativ şəkildə təcili tibbi yardım briqadası cəlb edilib. Briqada tərəfindən bir nəfər kişinin həkimə qədər ölüm faktı qeydə alınıb. Yaralı qadın isə Abşeron rayon mərkəzi xəstəxanasına gətirilib. Həkimlərin ilkin rəyinə əsasən pasiyentə boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, eləcə də qarın divarının kontuziyası diaqnozları təyin olunub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Nizami Rəsulov, Yusif Kərimli, Xəzər xəbər.